Heç bir rəsmi iqtisadi təhsili olmayan sadə bir riyaziyyat müəllimi. Necə oldu ki, dünyanın ən güclü milyarderlərinin pullarını idarə etməyə başladı? Və ən əsası, bu adam əslində kim idi? Bugün Jeffrey Epstein'in sıfırdan zirvəyə yüksəliş hekayəsinə və gizli arxivlərinə baxırıq. Hər şey 1970-ci illərdə başladı. Jeffrey Epstein universiteti bitirməmişdi. Diplomu yox idi. Amma qəribə bir şəkildə New Yorkun ən bahalı və elit kolleclərindən birinə riyaziyyat müəllimi kimi işə düzəldi. Burada o çox zəngin ailələrin uşaqlarına dərs keçirdi və ilk böyük əlaqələrini elə bu uşaqların milyarder valideynləri vasitəsilə qurdu. Müəllimlikdən tez ayrıldı və Wall Streetə, yəni pulların döndüyü yerə keçdi. Qısa müddətdə böyük investisiya şirkətlərində yüksəldi. Onun ən böyük sirri insanlarla çox sürətli dil tapması və manipulyasiya qabiliyyəti idi. Tezliklə o öz gizli şirkətini qurdu və qayda qoydu. Onunla işləmək üçün minimum 1 milyard dolların olmalı idi. Bəs bu adam milyarderləri necə özündən asılı edirdi? Bax, burada oyunun rəngi dəyişir. Epstein Karib dənizində şəxsi bir ada satın alır. Little Sea James adası. Bura sadəcə istirahət yeri deyildi. O bura dünyanın ən güclü siyasətçilərini, alimlərini və məşhurlarını dəvət edirdi. İddialara görə adanın hər yerində gizli kameralar var idi və Epstein hər şeyi qeyd edirdi. 2013-cü ilə gəldikdə isə bu güc imperiyasında ilk çatlar yaranmağa başladı. Sistem artıq onu qoruya bilmirdi. Bəs 2013-cü il arxivində nələr var idi? Növbəti videoda bu gizli sənədləri açırıq. Qaçırmamaq üçün kanala abunə olmağı və bildirimləri açıq qoymağı unutmayın.